bu tipli xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Astrologiya ilə maraqlananlar üçün diqqət çəkən bir proqnoz açıqlanıb. Məlumata görə 2026-cı il avqustun 15-dən etibarən üç bürcün həyatında uğurlu dəyişikliklər baş verə bilər. Söhbət Qoç qız və balıqlar bürcündən gedir. Qeyd edək ki, bu məlumat astroloji proqnozdur və elmi fakt kimi qəbul edilməməlidir. Astroloji şərhə əsasən Merkurinin və Yupiterin birləşməsi bu üç bürc üçün yeni imkanları daha aydın görməyə, qərarları daha düzgün qiymətləndirməyə və gələcəyi ilə bağlı daha inamlı addımlar atmağa kömək edə bilər. Bəs hansı bürcü nələr gözləyir? İlk olaraq Qoç bürcündən danışaq. Qoçlar qarşılarına çıxan hər təklifə dərhal inanmaq əvəzinə vəziyyəti daha diqqətlə qiymətləndirə bilərlər. Qarşılarına çıxan fürsətin həqiqətən dəyərli olub-olmadığını özləri müəyyən etmək istəyəcəklər. Astroloji proqnoza görə bu dövrdə Qoçlar əvvəllər şübhə etdikləri bəzi məsələlərdə daha aydın perspektiv görə bilərlər. Ən vacibi isə odur ki, qərar verməzdən əvvəl nəticələri düşünmək onların xeyrinə işləyə bilər. Tələsik addım atmaq əvəzinə planlı hərəkət etmək Qoçlar üçün uğurlu nəticənin başlanğıcına çevrilə bilər. İkinci bürc qız. Qız bürcünün nümayəndələri uzun müddət zəhmət çəkdikləri, lakin nəticəsini dərhal görə bilmədikləri işlərlə bağlı nəhayət müsbət dəyişiklik hiss edə bilərlər. Proqnoza əsasən avqustun 15-dən sonra qızlar əvvəlki səylərinin boşa getmədiyini daha yaxşı anlaya bilərlər. Uzun müddət üzərində işlədikləri bir məsələ ilk nəticələrini göstərə bilər. Bu iş şəxsi məqsədlər və ya gələcəklə bağlı planlarla əlaqəli ola bilər. Qızlar üçün əsas mesaj isə öz zəhmətlərini kiçik görməməkdir. Çünki bəzən nəticə gec görünür, amma bu görülən işin dəyərsiz olduğu anlamına gəlmir. Üçüncü bürc isə balıqlardır. Balıqlar üçün proqnoz bir qədər fərqlidir. Astroloji şərhə görə uğur bu bürcün nümayəndələri üçün gözlənilməz formada ortaya çıxa bilər. Balıqlar hər zaman özlərini sübut etməyə və yeni addımlar atmağa məcbur qalmaya bilərlər. Çünki ən çətin mərhələnin artıq geridə qaldığı və əvvəlki səylərin nəticələrinin görünməyə başladığı düşünülür. Bu uğur mütləq pul və ya karyera ilə əlaqəli olmaya bilər. Bəzən insan üçün ən böyük uğur daxili rahatlıq, uzun müddətdir arzuladığı bir məqsədə çatmaq və öz həyatından məmnunluq hiss etməkdir. Astroloji proqnoza görə balıqlar yaxın günlərdə keçdikləri yolu daha aydın qiymətləndirə və özləri ilə qürur duya bilərlər. Beləliklə, avqustun ikinci yarısı ilə bağlı astroloji proqnozda üç bürc xüsusi olaraq qeyd olunur. Qoç qız və balıqlar. Qoçlar üçün düşünülmüş qərarlar və yeni imkanlar. Qızlar üçün əvvəlki zəhmətlərin nəticəsini görmək, balıqlar üçün isə daxili rahatlıq və gözlənilməz uğur ön plana çıxır. Bir daha xatırladaq ki, bunlar astroloji proqnozlardır və gələcəklə bağlı dəqiq zəmanət vermir. Həyat da əldə olunan nəticələr insanın seçimlərindən, zəhmətindən və real şəraitdən də asılıdır. Əgər siz bu üç bürcdən birisinizsə, qarşıdakı günlərdə qarşınıza çıxan imkanları diqqətlə qiymətləndirmək və tələsik qərarlar verməmək faydalı ola bilər. Mövzu ilə bağlı yeni astroloji proqnozları və maraqlı xəbərləri izləmək üçün kanalımıza abunə olun, videonu bəyənin və fikirlərinizi şərhlərdə bizimlə bölüşün.